qəflətdə olan insan avtomatik rejimdə yaşayır. Avtomatik rejimdədir, məscidə gəlir, heç nə dəyişiklik yoxdur. Namaz qılır, namazda qəlbi iştirak eləmir. Oruç tutur, qəlbində, ruhunda bir dəyişiklik yoxdur. Həqiqəti görür, amma həqiqəti qəbul eləmir. Elə gəlir olduqca avtomatik rejimdədir, bu üçün heç bir dəyişiklik yoxdur. Sanki adət edib, gəlsin, məscidə gəlib yesin, oruç tutsun, namaz qılsın, ibadət, amma bunun qəlbinə heç bir təsiri yoxdur. Gündən günə bu yaxşılaşmaqdan ya dəyişmir, ya da geriyə gedir. Ona görə də buyururlar ki, insan şuurlu ibadətlə davranışlarını dəyişə bilər. Qəlbini şuurlu ibadətlə oyada bilər. Ramazan ayında da məqsəd sadəcə az qalmaq deyil, şuurlu şəkildə oyanmaqdır. Şuurlu şəkildə sən oyanmalısan ki, qəlb gözün açılsın.